demokratik seçkilərin keçirilməsinə imkan verəcək ki, sən demə bizim Ramiz Mehdiyev, İlham Əliyev və digərləri yaxud Putin demokratik seçki keçirilmək barədə düşünürlər. Bu da ölkənin beynəlxalq imicini xeyli yaxşılaşdıracaq, müxtəlif siyasi qüvvələr üçün geniş fəaliyyət spektri açacaq. Ramiz Mehdiyev, AMEA-nın akademiki belə bir rus dilində məktub da çap eləyiblər. Baxın görüm orada imza da qoyublarmı? İmza qoymayıblar. Bax görürsünüz, hər halda imzasız qoyublar. Ay. Akademik Haha. Haha gedir bu, yoxsa Nana gedir? Nana gedir. Hahadır, məncə haha olsa yaxşıdır. Məncə haha yerinə düşür. Çünki bu başdan ayağa elə hahadır. Bunun sadıcılıq tarixini qoymayıblar. Mənə elə gəlir ki, bunlar bunu 1 apreldə yaymağı hazırlaşırdılar. Yadlarından çıxıb. Zeynəb xanım, mən bu məktubdur, nədir, yazıdır, mətindir. Bunu uydurma adlandırardım. Yəni belə bir şey inanmam gəlmir. Çünki Ramiz Mehdiyevin ninə kimi vecində olmayıb ki, o demokratik dəyərlərdən çıxış eləsin və ümumiyyətlə ki, Rusiyaya belə bir məktub yazsın, demokratiyadan da vursun. Ümumiyyətlə bu uydurma elə bir Avropa Şurasına yazıb. Demokratiya, hakimiyyətin üç kolu. Nə hakimiyyətin üç kolu? Sadəcə həqiqətən ağın çıxartdılar. Ramiz Mehdiyev məsələsində ağın çıxartdılar. İndi mən səbəbini də deyəcəm ki, niyə ağın çıxardırlar? Niyə bu qədər üzü qırmızılığa gedib çıxıblar? Onu da deyəcəm. Çünki Ramiz Mehdiyevə gücü çatmır, gücləri çatmır. Ramiz Mehdiyevdə güc var, bilmirəm nəsə nüfuz var, bilmirəm əlində hələ də nələrsə varsa, söhbət bilmirəm, bəlkə şantaj materialları var, bəlkə nədirsə həqiqətən var onda. Baxın, əgər bu yəni dövlət çevrilişi hazırlayıbsa, bunu tutun basındama da. Kemaldin Heydarov yaxşı, niyə bir sərəncam imzalamır? Daha doğrusu mən beləni prezidentin səlahiyyətindədir nazir müavinlərini təyin etmək. Bir niyə sərəncam imzalamır? Bunun axı atası dövlət çevrilişi eləyir. Bu axı tək başına eləyəcəkdir dövlət çevrilişini. Niyə Kemaldin Heydarovun müavini hələ də odur? Niyə Kemaldin Heydarov bununla bağlı bir mövqe bildirməyibdir? Niyə çıxartmırlar? Prezident özü niyə prezidentin saytında bununla bağlı heç bir sərəncam fərman yayımlanmır? Niyə Dövlət Təhlükəsizlik Xidməti açıqlamır? Heç bir şey yoxdur. Ümumiyyətlə, onun tərk etməsi barədə, yəni nə həmin o şuranın öz saytında yoxdur, nə İlham Əliyev. Çünki bir informasiya getdi ki, siz xatırlayırsınız ki, çıxarıldı. Yadınıza gəlir, Təhlükəsizlik Şurasına Ramiz Mehdiyev çıxarıldı. Amma onun çıxarılmasına görə dair İlham Əliyevin fərmanı da yoxdur. Yəni sərəncam fərmanı heç nə yoxdur. Bəli, hökumət saytları bu xəbəri yaydılar, amma Konstitusiyada konkret bildirilir ki, prezidentin sərəncamları əgər tirajlanmırsa, onun sərəncamı hüquqi qüvvəyə minmiş hesab olunmur. Konkret Konstitusiyada belə bir maddə var. İndi xatırımda deyil neçə maddədir. Bu barədə bir çıxış eləmişəm, konkret bir maddəni də göstərmişdim. Nəyə görə bunu mən göstərmişdim? Çünki Dövlət Mühafizə Xidməti barədə Əliyevin imzaladığı sərəncam var idi, o yayımlanmamışdı. Ona görə mən adlandırmışdım ki, bu tirajlanmayıbsa, yayımlanmayıbsa, Konstitusiyasının maddəsinə görə bunun hüquqi qüvvəsi də yoxdur. Bu başqa. Məktub deyirsiniz. Yaxşı deyək, məktub gerçəkdir. O gerçəkdirsə, bunun harası dövlət çevrilişi orada? Orada dövlət çevrilişini yazıb. Bir dövlət idarəçiliyinin konsepsiyasını yazıb da o. Əgər o yazıbdırsa onu. Öz baxışıdır, öz təklifidir, öz azadlığıdır, fikir azadlığıdır. Mən hesab edirəm ki, belə olmalıdır. Parlament Respublikasına keçid olmalıdır, müvəqqəti olaraq da hansısa bir şura yaradılmalıdır. Yəni, bunu istənilən adam da təklif eləyə bilər. Burada nə var ki, sən məktub tutaq ki, əgər hətta, yəni bilirsiniz, axı ictimaiyyətdə, yedirdə bilmədilər də bunu ictimaiyyətdə ki, bir çevriliş olub. Yəni %100 adamlar buna güldü, bunu şou adlandırdı və ortalıqda olan ən böyük məsələ ondan ibarətdir ki, kimlərə idi bu çevriliş? Çevriliş belə bir şey deyil axı, sən bir nəfər qələmlə, məktubla, nə bilim, yaxud elə avtomat qalarsan, getdin. Bunlar gülməlidirsə, bunun figurantlar olmalıdır, nə bilim, onlarla, yüzlərlə, minlərlə, məsəl üçün, darbədə neçə min adam, minlərlə adamı bir gündə həbsə atlar və bu gün də minlərlə adam həbsdədir ki, orada çevriliş olur. Yəni, bunlar bunu, adamlar da deyir ki, göstər bizə dəlil də. Bunun üçün belə bir məktub yazmaq, yəni,
Hanı? Sevinç Sonra xanım. Yoxdur heç bir şey. Ramiz Mehdiyevə sadəcə təzyiqdir. İctimai təzyiqdir. Baxın 2019-cu ildə Ramiz Mehdiyev prezident administrasiyasının rəhbər vəzifəsindən azad olunandan sonra bir kampaniya başladı. Və o kampaniya Ramiz Mehdiyev əleyhində danışdılar. Oldu Elmlər Akademiyasının prezidenti və buna görə bir kampaniya daha başladı. Və prezidentlikdən gedəndən sonra kampaniya biraz getdi, sonra əleyhində olan kampaniyanı deyirəm mən, sonra dayandı. Bu ortada qalan Bakıda internet televiziyaları var. Tez-tez bağırırdılar. 5-ci kolon, 5-ci kolon. Hələ də o elə bil ki, o sapı tutdu, ucundan getdi. İndiyənə kimi gedib. Çünki o buraxmayıbdı. Saytlar falan Ramiz Mehdiyev barəsində susdu. Bakıda bilmirəm bir nə oğludur, bilmirəm kimin oğludur, nəsə belə bir televiziyaları var, rəhbəri. Onlar Ramiz Mehdiyevi rahat buraxmadı. Ramiz Mehdiyev güclüdür. Mən də onun güclü olmasına və hakimiyyətdə onunla hesablaşan vəzifələrin olmasına dair bir-iki sübut səsləndirəcəm. Bir neçə gündür bir işin izindəyəm və Azərbaycanda 2-ci Qarabağ müharibəsindən sonra deməli gəlib Laçında və Kəlbəcərdə işləmiş Türkiyəli bir iş adamı var. Onunla danışıram və o bildirir ki, Baş nazirin müavini, hansı ki İlham Əliyev tərəfindən keçən günlərdə medal aldı, Yaqub Eyyubov, onun himayəsindəki bir şirkət dövlət büdcəsindən 133 milyon pul alıb, onun himayəsində olan bir şirkətdir. 133 milyon manat pul alıb ki, Laçın və Kəlbəcərdə işlər görəcəkdir və bu işləri də həmən Türkiyəli şirkətə etdirir. Türkiyəli şirkətlə isə 13 milyon manat müqavilə imzalayır ki, sənə verəcəyim mən 13 milyondur, 44 dənə konkret layihə var, o layihəni 3 il müddətində görüblər, dövlətin büdcəsindən və hətta Heydər Əliyev fondundan 133 milyon toplamda pul alıblar. Amma həmən şirkətə Türkiyəli iş adamını isə 13 milyon veriblər. Heç 13 milyonun da yarısını verməyiblər, yarısını veriblər. Gəlirəm məqama Ramiz Mehdiyevdən bağlılığınadır. Adam mənə danışır, sessiyası var, müsahibət almışam ondan və mənə sənədlərini də göndərib. Bildirir ki, bu şirkətin rəhbəri yerdə qalan atqat pullar var, o silinən pullar, yuyulan pullar. 5 milyon dollar nəqdləşdirilmiş halda bir çamadan, bavulda 100 banknotlarla, 100 dollar banknotlarla mən və şirkətin direktor müavini bir yerdə apardıq, Tbilisi prospektində olan Ramiz Mehdiyevin evinə buraxdıq. Bu mənim dediyim deyil. Mən indi adlarını çəkmirəm, çünki Sevinç xanım üzrlü hesab edin. Bunu mən öz efirimdə saxlayıram, danışacağam, onunla müsahibəni mən yayımlayıram. Adam da deməli, İlham Əliyev həmən şirkətin rəhbərindən dəfələrlə görüşür. Türkiyəlini nəzərdə tutmuram. Həmən o Türkiyəlinin Azərbaycanlı şirkətin rəhbəri ilə görüş, birgə işlədiyi şirkət. Bu İlham Əliyevlə görüşür. İlham Əliyev gəlir Kəlbəcərdə, Laçında bu Türkiyəli şirkətin tikdiyi otellərin, körpülərin, əskər yataqxanalarının, kazarmalarının və sair obyektlərin açılışında iştirak eləyir və bu adam Yaqub Eyyubovun himayəsindədir. Və Türkiyəli biznesmen deyir ki, mən Yaqub Eyyubovla bir neçə dəfə görüşmüşəm. Və mənə deyiblər ki, bu Yaqub Eyyubovun şirkətidir. Özüm də görüşmüşəm, onunla danışmışam. Şirkətlər, buradakı işlər, Kəlbəcər, Laçındakı işlər barədə ona hesabatlar vermişəm. Bu 5 milyon dolları nəqd halında aparıb Ramiz Mehdiyevin villasına veriblər. Nə vaxt veriblər? 2023-cü ilin axırı. Yəni, məndə bu müsahibədən sonra mən qısa bəlkə də göstərə də bilərəm. Sadəcə istəmirdim ki, mən istəyirəm öz efirimə saxlayım. Yox, saxlayın öz efirinizə, problem deyil. Və dəhşət şeylər danışır. Çox dəhşətli şeylər danışıbdı. Mən sözün açığı havalandım. Sonra Azərbaycandan bunu çıxardıblar. Qaçıb qaçaq yolla, Astarıya, qayıqla
Sonra da Türkiyə, İrana, Türkiyə, sonra da Türkiyədən də qaçıb gedib. Başqa ölkədə yaşayır indi. Yəni və Yəni 2 il Azərbaycana bəli. Yəni 2 il bu əvvəl Ramiz Mehdiyev artıq güya ki, yəni hər yerdən çıxarılmışdı, pensioner idi də evində, vurulurdu, elə deyilmi? aha. Buna pay verirlər, buna Ya haqq verirlər. vurulurdusa, Bu nətər olan şeydir bu? Yaqub Eyyubov bunu necə eləyir bu? Yəni bu şoudur sadəcə ki, bu Rusiya, bu ona görə Ramiz Mehdiyev dinmir. Heç nə danışmır, görürsüz? Açıqlama vermir. Ki o qorxur ki, mən şey vermərəm, yəni də istintaq altındayam deyə mən müsahibə verərəm. Vecinə almır. Çünki deyir ki, yəni üzr istəyirəm ifadəmə görə, onun düşüncəsi ilə deyirəm. Deyir ki, bu hakimiyyətin yaltaq mediaları da uluyurlar bu aramda. Bir dənə kişi dövlət vəzifəsi çıxıb bir şey deyə bilərmi? Ramiz Mehdiyev haqqında. Deyibmi? Deyirmi? Niyə demir? Desin də dövlət cinayət işi açıbdı ona. Yəni Ramiz Mehdiyevdə nəsə var, yəni güclü olmağına bilirəm ki, nəsə güclüdür. Çünki hesablaşırlar onunla. Mən keçənlərdə onun Əliyevlə videosunda, sonuncu videosu ki, İlham Əliyev ona Heydər Əliyev ordeni verir. Əliyevlə onun yanaşı ayağa qalxır İlham Əliyev və öz düyməsini bağlayır. 2000 neçənci il idi? 19-cu il idi. Bu bilirsə nə deməkdir? Öz düyməsini, ayağa qalxan kimi düyməsini bağlayır. İndi vəzifəlilər bunu daha yaxşı bilir. Kostyum geyinən kimin qarşısında qalxan kimi düyməni bağlamaq lazımdır və s. Amma İlham Əliyev prezident durub onun qarşısında düyməsini bağlayır, sonra ona yaxınlaşır və şəkil sonra da biraz da keçir, sonra şəkil çəkdirir, medal asır, nə olsun. Amma İlham Əliyev hər kəsin qarşısında bunu eləmir. Yəni mən şəxsən o Türkiyəli iş adamla danışıqlarından sonra dedim, Ramiz Mehdiyev həqiqətən yəni gücü var. Gücü nədən ibarətdir onu bilmirəm. Silahlı dəstəsi yəqin ki yoxdur, nəyisə yoxdur. Bəlkə kompromatlar var arasında. Niyə Yaqub Eyyubov onun himayəsindəki şirkət yəni 5 milyon pul göndərir. Və nəyə görə bu adamdan göndərib? Çünki bu adamın adına silinir onlar. O pullar onun adına silinir. Və səhərsi gündə başına bir iş gəlsə, yəni bu iş açılsa deyəcəklər ki, biz eləməmişik, Türkiyə vətəndaşı eləyir. Artıq 4-cü, 5-cidir Türkiyə iş adamı mənə müraciət edir, yayımlayırıq onların problemlərini. Bu sonuncu ən deyərdim ki, dəhşət bomba bir temadır. Onu inşallah yayımlayacağam. Çox maraqlıdır. Yəni faktdır ki, indi deyə bilərlər ki, güya bəs yox, 2 ildən sonra vəziyyət dəyişibdir. Mən düşünmürəm ki, vəziyyət dəyişibdir. Yəni əslində bu yazılar elə 2 il əvvəl də var idi. 3 il əvvəl, yadımıza salaq ümumiyyətlə 5 il əvvəl hətta Ramiz Mehdiyevin oğlu desin kürəkənini həbsə atmışdı da bir neçə günlük. Yaxud bizə belə deyilirdi. Oyundan sonra karantində, bəli. Bəli. Yəni o baxımdan mənə bu hələ də aktual görsənir və baxın həmişə onun adını səhv deyirəm. Eyyub Yaqubov yoxsa Yaqub Eyyubov? Yaqub Eyyubov. Yaqub Eyyubov, bəli. Yaqub Eyyubovun bu fonda deməli mükafatlandırılması bu da məncə çox vacib bir əlamətdir. Çünki o həm də belə deyək də pul daşıyan da onu adlandırmaq olar da, koşelyok da adlandırmaq olar da. İnaş Mivaşin, yəni onun xüsusi bir çəkisi var bu münasibətlərdə. Adam konkret Landramatdan çıxıb. Konkret məlumdur ki, pullarda onun özü, ailəsi faydalanıb. Yəni siz xatırlayırsınız ki, o CRP-nin bir araşdırması vardı ki, o hələ 5 il əvvəl həmin bu Landramatdan çıxmışdı ki, necə bir sxemdə iştirak edir, özü şəxsən, ailəsi və s. Yəni bunu biz, məsəl üçün Paşinyan hər çıxışında deyir ki, bəs biz beynəlxalq şəffaflıq indeksində bu qədər irəlilədik, bu qədər korrupsiyaya qarşı mübarizə irəlilədik. İlham Əliyev isə korrupsiya sxemindən çıxan bir yüksək vəzifəli məmuru nəinki işdən çıxarmır, onun cinayət işi açmır, əksinə onun yaxasına medal taxır. Yəni bu tərəfdən sən Moskva ilə dırnaqarası barışırsan və bu tərəfdən də Moskvanın sanksiyalarından yaxa qurtarmaqda iştirak edən birisinə yaxasına medal taxırsan. Yəni bu yeri gəlmişkən Adnan Əhmədzadə ilə də bağlı. Yəni yeni adamlar ifadə verirlər, onu tanıyanlar danışırlar. Bugünlər Osman qızı alternativada mən hesab edirəm ki, həqiqətən də keçmiş KQB əməkdaşı və yeri gəlmişkən özü də Azinin yetirməsidir. Azərbaycan Neft Kimya İnstitutunun yetirməsi olan Tofiq Əliyevə maraqlı bir çıxış oldu ki,
Yəni o da həmin versiyanı təsdiqləyir ki, burada Adnan Əhmədzadə belə deyək də əllə seçilmiş bir adam idi. Sadəcə onu cəzalandırmaq lazımdır. Amma məlum deyil, yəni o sxem davam edirmi, etmirmi, nə üçün Putin belə təşəkkür etsin, zəng etsin İlham Əliyevə. Yəni bəli, həqiqətən də xalça altında maraqlı proseslər getməkdədir və bizə isə Azərbaycan cəmiyyətinə isə aydındır ki, bu cür məktublarla nömrə gəlməkdədirlər ki, sən demə Azərbaycanda belə bir çevriliş olunmuş. Amma mən başqa bir şeyə gəlmək istəyirəm ki, bugün həqiqətən də biz Azərbaycanda bir böhran da yaşandığını görürük, elə deyilmi? Bir mənəviyyat böhranı, əxlaq böhranı. Məsələn, bunlar bir günə yaranmadı ki, Fəzail Axamalının biabır